Əziz şagirdlər, bu gün sizə 2022-ci ildə deməli qəbula düşən 4-cü qrup sualının izahını verirəm. Deməli uşaqlar 53-cü suala nəzər yetirsək, tərəzi sualıdır və bu tərəzinin hər iki gözündə də deməli müəyyən miqdarda maddələr verilib və deyir ki, hər iki duzu da qızdırdıqda tam parçalanır və tərəzi tarazlığa gəlir. Və x-in müəyyən edilməsini istəyir. Deməli uşaqlar, əgər ki, baxın parçalanan zaman yazmışam. Parçalanan zaman əgər tarazlığa gəlirsə, parçalanma məhsullarımız olan qazlar uçacaq. Yəni qazların burada biz miqdarını nəzərə almırıq. Burada bərabərləşənlər olacaq kalsium oksidlə maqnezium oksid. Deməli, nə edirik uşaqlar? 50 qram deyək ki, kalsium karbonat verilib. Deməli, 50 qram kalsium karbonat uşaqlar bilmirik nə qədər kalsium oksid parçalanır ondan. Amma biz bilirik ki, kalsium karbonatın 100 qramlı. Deməli, 100 qramdır. O parçalanan zaman isə deməli 56 qram kalsium oksid alınır. Buradan x-i tapırıq ki, uşaqlar x deməli 28 qram imiş. Yəni 28 qram kalsium oksid. Deməli 28 qram kalsium oksidlə maqnezium oksidin çəkiləri bərabər olmalıdır. Çünki baxın, qızdırılan zaman parçalananda alınan bu məhsulların deməli çəkisi bərabər imiş ki, tərəzi nəticə etibarilə tarazlığa gəlib də. Ona görə də 28 qramda maqnezium oksid alınır. 28 qramda maqnezium oksid. Amma o nə qədər maqnezium karbonatın parçalanmasından alınır bilmirik. Amma biz bilirik ki, maqnezium karbonatın deməli 84 qramının parçalanmasından deməli 40 qram maqnezium oksid alınır və 84 qramda maqnezium karbonatın parçalanmasından. Buradan biz tapırıq ki, uşaqlar x bərabərdir. Deməli, böləndə 58,8. Deməli, maqnezium karbonatın 2 qramı 58,8 imiş ki, parçalananda bu qramlar bir-birinə bərabər olur.